Eləməsə 14-cü Luidir də deyirdi dövlət mənim. Siz bilirsiniz ki, Azərbaycanda əzizləyicilər bu sözü deyən olmayıb. Müsahibəsinin birində Əli Həsənov idi də, səhv eləmirəmsə bu prezident aparatında ictimaiyyətlə əlaqəli. Əli Həsənov özü idi ki, dövlət bizik və salam. Yəni dövlət deyəndə bunların nəzərində İlham Əliyev və onun ailəsi nəzərdə tutulur. Bitdi. Yəni sən dövlətdə hansısa bir sistemin düzgün işlənməməsini tənqid eləyə bilməzsən. Sən hansısa məmurun, hansısa bir aparatın, hansısa bir institutun səhv işləməsini tənqid eləyə bilməzsən. Niyə? Çünki dövlət elə bu ailədir. Əgər sən bunu eləyirsənsə, artıq bunu şəxsi müstəviyə keçirirlər ki, sən İlham Əliyev ailəsini tənqid eləyirsən. Və əlbəttə ki, bu mafiya səhv eləmirəmsə yanaşmasında ailəyə qarşı edilən hücum bağışlanılmır. Ancaq məhv olunmalıdır fiziki surətdə. Yəni eyni şeyi icra edirlər. Ölkədə əgər qanun məhkəmə işləmirsə, çox tez-tez deyirlər, biz seçki ilə dəyişəcəyik, sivil yolla. Sən necə dəyişəcəksən sivil yolla ki, sivil yolların hamısını betonlarla blokada ediblər. Yoxdur, hansı metodla? Seçki oldu da saxtalaşdırıldı. Məhkəmələrdə getdik, baxmadılar. Bir ümid yerimiz vardı, Avropa İnsan Haqları Məhkəməsi. Bu da İlham Əliyev bir həftə bundan qabaq çıxdı ki, heç bir qərarına tabe olmayacaq, icra olunmayacaq. Bitdi. Hansı sivil yol qalıb, hansı sivil metod qalıb? Nə cür eləyib? İlham Əliyevin atası Heydər seçki ilə gəlib hakimiyyətə. Xeyr. 93-cü ildə 4 iyunda silahla, qanla gəliblər hakimiyyətə. 2003-cü ildə İlham Əliyev hakimiyyətə seçki yolu ilə gəldi. Xeyr, Azadlıq meydanında mən olmuşam. Mən görmüşəm orada silahın tətbiq olunmasını. Bunlar silahla gəliblər, bunlar qanla gəliblər hakimiyyətə. İndi biz bunları, yox, biz ətli-ilə, güllə, buketlə, seçki ilə ola gedərlər, heç vaxt getməzlər. Hakimiyyətin bir mənası da milyardlarla pul və sərvətləri idarə etmək qüdrətidir. Bu Əliyevlər milyardlarla sərvəti idarə edirlər. İstəyir pul şəklində, istəyir əmtəə şəklində, istəyir yerüstü, istəyir yeraltı sərvət şəklində. Bu seçkinlər bunlar axmaqdırlar. Bəyəm Səddam Hüseyn verdi, getdi. Qəddafi verdi, getdi. Bəşər Əsəd verdi, getdi seçki yolu ilə. Harda oldu bu? Yox, düşünürəm ki, Əliyevlər ailəsi sırf bu dillərə yay çox sıxanda partlayır. O yay kaman yayından deyir ki, bu avtomobillərin altında olur, purjin kimi. Onu sıxırsan, bütün halqalar gəlir, birləşir bir-birinə. Biraz da sıxanda halqanın biri keçir obursunun içinə və içəridən vurub partladır. Bütün yay özü çilik-çilik olur. Düşünürəm ki, İlham Əliyev digər diktatorlar kimi, Səddam Hüseyn olsun, Qəddafi olsun, Bəşər Əsəd kimi olsun, o cür ağıldadır, o cür təfəkkürdədir. Ümumiyyətlə, bunlar bir-birindən məgər nə eləsə seçilirmi? Çauşevski seçilmişdi. Burada bilirəm, indi bu barədə danışanda biraz həssas mövzudur. Bu şuuraltı mesaj verir, məndən neynir. Xeyr, ölkədə sivil mübarizə üçün heç bir metod qoyulmayıb, məhv edilib. Onu mən məhv eləmişəm, onu Sevinç xanım məhv eləyib. Onu həbsxanalarda yatan, çürüyən, sağlamlıqları ilə əlləşən Əvəz Zeynallı, Tofiq Yaqublu, Rıza Səfərov, məgər bunlar ya Gürcüstanda aclıq aksiyası ilə mübarizə aparan Əfqan Sadıqlı bəyən məhv eləyib? Yox, biz məhv eləməmişik. Biz özümüz də bu məhv olma prosesinin qurbanlarıyıq. Üzr istəyirəm, Sevinç xanımın Amerikada nə işi var? Bəyən Bakıda ailəsi, qohum-əqrəbəsi, məgər indi burnunun ucu onun ya mənim Göynəmir Şuvalanın ya Bakının küçələri üçün. Bizim burada nə işimiz var? Ölkədə əgər sivil qaydada mübarizə aparmaq mümkün olsaydı ya, Bakı Birlik Təşkilatı hələ tam formalaşmamış niyə həbs olunurdum? Mən və yaxud da üzvləri. Kaspen İnformasiya Mərkəzi neçə nəfər, 3 nəfər, 4 nəfər jurnalist idik də, mən idim, Hacı Ramin idi, İlham Asanoğlu idi, bir də Sevinç xanım idi, İskəndərli, tərtərizələr çəkmişik. Niyə həbs eləyib məhv edirdilər ki? Hanı bu Bumerang Media? Bu Bumerang Medianı niyə məhv elədilər? Salamlayıram buradan dostumuz Elçin Rəhimzadəni. Yox, onlar hamısı ona görə məhv olunur ki, sivil müstəvidə sən mübarizə apara bilməyəsən. Sənin yeganə çıxış yolunu qalsın ki, ancaq bunlar necə qanla gəliblərsə, qanla da getməlidir. Bunda sən tez qərar verə bilməsən xalq olaraq.
Sən o qədər içkilər yaşamalısan. Sən o qədər başın o daşa, bu künca, bu torpağa, bu ağaca dəyməlidir ki, elə günlərə salınmalısan ki, və sən başa düşməlisən, sən gəlib çıxılmaz vəziyyətə qalmalısan ki, mən onsuz acından ölürəm, gəlin bir cinayət eləyim, mən həbs eləsinlər ki, heç olmasa türmədə Terlova da olsa yeyə bilim. Verməşil supu, ətsiz, yağsız, pomidorsuz, tomatsız olsa heç olmasa da onu yeyə bilim. Və bunların həyatı görün hansı müddət uzanır. Bunların idarə etmə rejimi gör nə qədər böyüyəcək, uzanacaq, daha çox milyardları və sərvətləri idarə edəcəklər. Mən Üstəmə biraz emosionaldır, biraz Yox. Yəni faktiki olaraq mən sadəcə olaraq demək istəyirəm ki, bu qan söhbətini mən bölüşmürəm, qanla gəlib qanla getmək. Amma söhbət, yəni biz də oradan da bir ciddi müqavimət gördük də 2003-cü ildə. Bu kadrları mən vaxtaşırı göstərirəm. Yəni Azadlıq meydanında adamların toplaşması və polis dəyənəyi ilə, yəni ölümcül etməsi, yəni bütün bunlar görənlərin xatirindədir. Və eyni zamanda bunun təkrar olunmaması üçün də ki, adamlar öz hüququnu tanısınlar. Yəni faktiki olaraq hakimiyyət əslində öz ev tapşırığını çox gözəl yerinə yetirir. Yəni mən onun tərəfdarı deyiləm ki, biz onları olduğundan daha az dəyərləndirək. Yəni onlar qayıdırlar, öyrənirlər, təcrübəni öyrənirlər, başqa ölkələrin təcrübəsini, repressiya təcrübəsini öyrənirlər. Özlərinə daima partnyor axtarmaqdadırlar. Məsələn, görən kimi ki, bax, məsələn, Gürcüstanda vəziyyət biraz dəyişir, çıxmırlar oradan. Təyyarələrlə adam göndərirlər, kömək edəcəyik sənə. Və nail də olurlar. Bax, həqiqətən də bu futbolist prezident oldu, əldə-qarma prezident. Birinci bunu İlham Əliyev necə fəxrlə qəbul edir. Nədən ötürü? Çünki görür ki, bu adamlar Gürcüstan xalqını təmsil etmir. Bu adamlar Gürcüstanı marginallaşdırır, Gürcüstanı avtoritarlaşdırır. Və bu buna dəstək olur ki, gəl, və mən əminəm ki, bağlı qapı arxasında bunları deyirlər ki, görsən biz ayaqda qalmışıq. Görsən bax mən atam mənə ötürdü. Mən indi öz oğlumu ötürəcəm. Sən ağıllı ol, sən niyə getməlisən ki? Sən qal da hakimiyyətdə. Gedənlər sarsaqdır. Bu demokratiya oyunu oynayanlar. Onların ağlı yoxdur. Hərifdir, loxdurlar. Bunlar belə düşünürlər həqiqətən də. Bax, nə üçün bu saat bunlar prezident Trump bu cür Əliyevin xoşuna gəlir? Çünki Trump da orada deyir ki, mən hələ baxaram görüm, mən 4 il sonra gedəcəmmi? Mənə deyirlər ki, yox sən qal, sən çox yaxşı işləyirsən. Sözə bax, yəni konstitusiyada yazılır ki, qala bilməzsən. Deyir ki, mənə adamlar deyir ki, mən gərək çox yaxşı işləyirəm, mən qalım. Mən düşünmürəm ki, vəziyyət gəlib buraya çatacaq. Hər halda biz Amerikada bir vətəndaş cəmiyyəti var, azad məhkəmə var. Biraz əvvəl siz qoşulmazdan mən bunu danışırdım ki, məhkəmə faktiki olaraq Ağ Evə əmr edib ki, öz qərarını geri götürəcəksən, geri yazacaqsan. Yəni, vay o gündən ki, bilirsiniz, məhkəmə qalmır. Bax, Azərbaycanda kimi mantiyanı geyinir, hakim mantiyasını geyinir, özü isə Trump'ın sözü olmasın, Əliyevin bir yerini öpməklə məşğuldur. Yəni, budur, dərd bundan ibarətdir. O hakimlər ki, Abid Qafarova həbs qərarı hökmü kəsmiş. Nə idi o hakimin adı? Azər idi. Sizə həbs qərarı kəsən. Rauf Daşdəmirov. Neçə siyasi məhbusu o həbsə atıb? Neçə nəfəri o siyasi həbsə atıb? Əliyevin özünü misal üçün. Kimi? Əli Əliyevin o həbsinin uzadılması var. Əli Əliyev də siz o həbsə atıb. 6 ay, bəli. Deyirəm də nəsə tanış adamdır, addır. Yəni bu adamlar hakimdir, üz qarasıdır, qəbul edib ki, mən hakimiyyətin qərarını icra edəcəm. Və sən məhkəmə deyilsən, sən artıq oyuncaqsan. Və sən əgər ölkənin çökməsini istəyirsənsə, onun məhkəməsini, hakimini əlindən al. Bunu edib İlham Əliyev. İndi axtarsanız görsəniz o siyasi qərarlar icra edən hakimlər keyf edirlər. Hansısa ölkələrdə, nə bilim, villaları və s. və ilaxır. Və məhkəmədən heç nə M hərfi qalmayıb bugün Azərbaycan. Və bilirsinizmi, Abid bəy, ironiya burasındadır ki, yəni bu həqiqətən də böyük bir ironiyadır. Bugünlər Bakıda erməni məhbusların məhkəməsi keçir. Erməni məhbusları. İnandırım sizi ki, mən bunun arzusunda olmuş bir adamam.
Və yeri gəlmişkən orada da çox siyasi söhbətlər gedir ha. Yəni siyasiləşdirilmiş. Məsələn, mənim elə qulağım, gözüm ondadır ki, Qarakənd faciəsi ilə bağlı kimdən nə qoparacaq. Ümumiyyətlə Qarakənd faciəsi yoxmuş kimi. Kəsirlər, tulluyurlar da, başa düşdünüz? Gəlir 90-cı il, sentyabr bu oldu, oktyabr bu oldu. Sonra hoppanır 91-ci ilin fevralında. Bəs orada Qarakənd faciəsi kəsib tulluyurlar, başa düşürsünüz? Mən əminəm ki, orada bu məsələlər də üzə çıxır və bunlar üzə çıxmalıdır. Biz 10 illərlə bunun həsrətində olmuşuq ki, bu separatçılar olsun dəmir barmaqlar arxasında, danışsınlar bunlar etdikləridir. Biz onları sənədləşdirək, biz onları dünyaya göstərək, biz onları məhkəmələrə, beynəlxalq məhkəmələrə verək. Baxın, biz məhkəməmizlə bugün qürur duymalıyıq. Bu həmin məhkəmədir ki, bu qədər ədalətsizliyi edir və bizim gözümüzdə özünü plintusdan da aşağı salır. Bax, biz bu məhkəməyə necə inana bilərik? Biz ona necə qürur hissi doya bilərik? Hansı kəlməsinə biz inana bilərik ki, gözümüzün qarşısında Abid Qafarov sən bu cür şərlərdə neçə il sizə kəsmişdilər? Bir il. Bir il, hə. Bir il adamın həyatından oğurluyor da. 7 il, 8 il, 9 il sən bu siyasi fəaliyyətlə məşğul olanlara həbs kəsirsən. Bax, eyni məhkəmədir. Bax, ona görə nə qədər ki, bu siyasi qərarlar olacaq, mən sizə inandırım ki, erməni məhbusları məhkəməsi ilə bağlı qəbul olunan sənədlərin də heç bir hüquqi gücü olmayacaq. Çünki hansı məhkəmədə sən o işi qaldıracaqsansa, deyəcəklər bilirsən nə var? Həmin vaxt, həmin gün bu məhkəmə bununla bağlı siyasi qərar verib. Demək ki, siz orada siyasi qərar vermişsiniz, bu da siyasi qərardır. Demək ki, bu o credibility, etimad məsələsi olmayacaq. Nəsə deyirdiniz? Yox, eynən mən çox təəssüf hissi ilə xatırlayıram və qeyd eləməliyəm ki, mən Aşbada olanda dostumuz Emin Hüseynovla birlikdə orada dinləmələr zamanı bu erməni deputatının bir çıxışı oldu. Dedi ki, burada gəlib deyirlər ki, qalsınlar, getməsinlər ermənilər. Düzdür, indi onun sözünə haqq qazandırmır, amma sadəcə dediyi sözü sitat kimi götürürəm. Dedi, ay kişi, bunlar öz vətəndaşlarına armatur lom yeridir, öldürür, dırnaqlarını çıxardır, tok verir, öz vətəndaşlarına sərbəst toplaşmaq azadlığı tanımır, hüququ tanımır, birləşmə hüququ tanımır, partiyaları məhv eləyirlər, seçki hüququ yoxdur. Bu ermənilər qalsa orada, gör bizimkilərə nə edir? İndi onun səhv ya düz danışmağından söhbət getmir, amma dediyi arqument yerindədir də. Baxın, əziz izləyici, birinci dövlət məfhumu yaranıb, yoxsa hakimiyyət? Birinci hakimiyyət məfhumu yaranıb. Nə vaxt? Hələ insanlar qəbilə, tayfa halında yaşayanda. Niyə görə hakimiyyət məfhumu yarandı? Çünki bir nəfər nəzarət eləməli idi ki, ailədə, qəbilədə, tayfada insanların hüquqları pozulmasın. Yəni, güclü zəifin əlindən ətini alıb yeməsin mağarada. Misal çəkirəm də. Hakimiyyət məfhumu formalaşıb möhkəmlənəndən sonra artıq bu idarə etməni, bu ədalətin bərpası müəyyən bir territoriyada həyata keçirilməli idi ki, daxili təhlükələrdən savayı həm də xarici təhlükələrdən insanları qorumaq üçün. Dövlətin mahiyyəti də budur. Vətəndaşını həm daxili, həm də xarici təhlükələrdən müdafiə etmək, qorumaq və ədaləti bərpa eləmək. Ədaləti bərpa eləmək üçün hakimiyyət var idi ya. O hökm sözündəndir. Hökm, hakimiyyət, hakim, məhkəmə, bunlar hamısı eyni kökdəndir. Sənin əgər ölkədə məhkəmən yoxdursa ya, hansı hökmdən, hansı ədalətdən, hansı hakimiyyətdən, hansı insanları daxili və xarici təhlükələrdən qorumaqdan söhbət gedə bilər? Axı, biz Sevinç xanım, keçən dəfə müzakirə edirdik. Hüquqşünaslar da bir yerdə idik, bir konferansda. Hüquqşünaslar dəhşətə gəldilər o sözlər. Bir var, polisdə adama işgəncə verirlər. Prokurorluqda adama işgəncə verirlər. Bu dəhşət deyil. Burada Almaniyada kimi deyəndə ki, polisdə adama işgəncə verirlər. Dəli olurlar ki, polis işgəncə verəni tapıb həbs eləməlidir. Məhkəmə zalında işgəncə verirlər. Məhkəmə zalında, hakimin gözünün qabağında məhbusa, müttəhimə işgəncə verirlər ki, bu sözü deyib, bu sözü demə. Bu hansı dövlətdən danışıq? Ona görə bəzən dostlar eşidəndə ki, biz dövləti tənqid edirik, deyirlər, Azərbaycan dövləti bizim üçün müqəddəsdir. Bilin, Azərbaycan adlı dövlət var yer üzündə. Amma Azərbaycan adlı coğrafiyada dövlət adlı institut yoxdur. Dövlət təkcə bayraq, himn və yaxud da gerblə təyin olunmur. Almaniyada məhəllə futbol klublarının özünün bayrağı da var, gerbi də var, himni də var. İndi hərəsi bir dövlətdir. Yox.
Mən əminəm ki, Amerikada da Sevinç xanım biraz maraqlansa görəcək ki, müxtəlif futbol klublarının, müxtəlif kolleclərin, məktəblərin belə özünün bayrağı da var, gerbi də var, himni də var. Bunlar dövlət deyil. Dövlət məhkəmə üzərində olmalıdır. Sevinç xanımın sözünə qüvvət olaraq, əgər sənin ölkəndə ədalətli bir məhkəmə yoxdursa, qanunları təmin edən, hüquqları qoruyan məhkəmə sistemi yoxdursa, deməli o ölkədə hər kəs suçlu da ola bilər, suçsuz da ola bilər. Buyurun Sevinç xanım. Yeri gəlmişkən bu günlər ABŞ universitetlərinin hakimiyyətə göstərdiyi müqavimət. Bu da bir başqa mövzu ki, bizdə universitetlər özləri birinci siyahını gətirir qoyurlar ki, hansı tələbə etiraza gedir. Harvard Universiteti ABŞ-ın Ivy League, ən yüksək liqasının ən birinci yerdə olan universitetidir də. Birincilər. Prezident Trump Harvard Universitetinə 9 milyard dollar kəsməklə hədələdi. 9 milyard, milyon yox, xahiş edirəm bu rəqəmə diqqət edəsiniz. 9 milyard dollar kəsməklə hədələdi ki, mən deyənləri edəcəksən, mən deyən adamları cəzalandıracaqsan, tələbələrin, mitinqlərdə iştirak edən tələbələrin vizasını pozacaqsın, geri alacaqsın və s. və ilaxır. Universitet dedi ki, yox, biz pulu yox, öz azadlığımızı seçirik. 2 milyard artıq dayandırılıb. 2 milyard artıq dayandırılıb ki, Harvard'ınki olmalıydı. Tədqiqatları üçün, müəllimləri üçün və s. dayandırılıb artıq. Və bu böyük də puldur. Çünki Harvard Universitetinin yuxarı aşağı bir illik büdcəsi 5 milyarddır. Sən onun 2 milyardını dayandırırsansa, o təxminən yarısı da 40%-ni kəsmiş olursan. Yəni bir universitetin göstərməkdə olduğu müqavimət. Mən demirəm kim haqlıdır, kim haqsızdır. Amma heç olmazsa, yəni prinsiplərinə sədaqət, bu hakimiyyətdir, yəni mən ona hər deyəcəyini edəcəmsə, universitet deyil. Bugün mən qayıtmaq istəyirəm bu erməni məhbusların məhkəməsinə. Mən bacardığım qədər izləməyə başlamışam. Və bilirsinizmi, dediyim kimi mən bir jurnalist olaraq, özüm də atamın, yəni erməni terrorunda itirmiş bir adam kimi arzusunda olmuşuq ki, biz onlardan bu ifadələri ala bilək. Arzusunda olmuşuq. Amma mən sizə etiraf edim ki, mən bugün mənə ASTV-lərin verdiyi o ifadələri inanmıram. Ciddi qəbul etmirəm. Mən orada bir senzura görürəm. Bir qayçı görürəm. Silahlar Ermənistandan verilib. Yaxşı, Ermənistandan gəlib. Mən qəbul edirəm ki, Qarabağa Ermənistandan gəlib. Mən qəbul edirəm ki, orada baza var, orada nə bilim, daşına bilərdi və s. Bir yerdə siz orada Rusiyanın adını çəkilməsini görmürsünüz. Bir yerdə 10-15 nəfər danışır, biri də Rusiyaya güya ki, xələl toz qonduracaq bir kəlmə demir. Mən buna inanmıram. Mən əminəm ki, orada deyilir, amma kəsilir. Niyə? Çünki məhkəmələrimizdə oturanlar, prokurorluqda oturanlar, onlar Rusiyanın himayədarı qismində rolunda iştirak edirlər və bizə çatdırılana qədər artıq kəsib tulluyurlar. Çünki onlar Rusiyaya qarşı məhkəmələrdə istifadə oluna bilər. Bu hakimiyyət tərəfindən olmasa da, gələcək Azərbaycan hökumətləri tərəfindən. Və Əliyev hökuməti, bax ona görə hakimiyyətin məhkəməyə rəhbərlik etməsi, nəzarət etməsi buna görə təhlükəlidir. Bizə lazım olan informasiyanı verirlər, Ermənistandan bugün də düşmən düzəltmək üçün, adamlar fərqində olmasın ki, Paşinyan hökuməti nələr deyir, nələr etməyə hazırdır. Və dediyim ki, bu adamlar həqiqətən də bizim üçün dırnaqarası qiymətli adamlardır. Çünki biz onların dediyindən Azərbaycana ədalət gətirmək üçün istifadə edə bilərik, filmlər çəkə bilərik, nə bilim, məhkəmələrə gedə bilərik və s. Mən bugün onların dediyini, mən özüm Azərbaycan vətəndaşı olaraq, mən onu ciddi qəbul etmirəm. Baxın, biz onu dünyaya ciddi qəbul etdirə bilərikmi? Etimad qazandıra bilərikmi? Niyə? Çünki onlar da senzuradan keçir. Bax, necə ki, bizə Xocalı ilə bağlı demirlər ki, Xocalıda Rus ordusunu, orada Sovet İttifaqı yox idi artıq, SSR yox idi, orada Rusiya var idi artıq. 91-ci ildə Rusiya təkləndi, Rusiya Respublika Federasiyası qopdu SSR-də, özü də təkləndi. Rusiya ordusu var idi 92-ci ildə Xocalıda törədilən qətillərdə. Siz bir yerdə görürsünüzmü ki, Rusiyanın
qüvvələri işlədilsin. Yox, himayəsi yuxarıda oturub. Uzaq başı deyirlər ki, SSR idi də, o SSR idi, Rusiya deyildi ki. Rusiya əskərinin əli qana batıb Azərbaycanda, onun himayədarıdırlar. Eynisi də bugün ermənilərdən alınan məhkəmə. Bəli, hətta mən şübhələnirəm ki, Abid bəy, o Ruben Vardanyanın ifadələrin dəyişdirilməsində də İlham Əliyevin rolu var. Mən ondan şübhələnirəm. Çünki nə oldu? O birlər danışır hamısı. Moskvaya lazım olan, Rusiyanın vətəndaşı olan Ruben Vardanyan susur və ermənilər də Ruben Vardanyandan bu məhkəmə işindən itələnərək qəhrəman düzəldirlər. Paşinyanın başını yemək üçün. Mən inanmıram ki, Vardanyan doğrudan orada müqavimət göstərir. Qayçı işləyir. Necə ki, digərlərinin ifadələrindən ifadələr kəsilir. Necə ki, 20 noyabr Qarakən faciəsindən bağlı kəsilir, tullanır. Çünki 20 noyabrda Rusiyanın iştirakı qaçılmazdır. Göz şahidləri mənə verdiyi müsahibələrdə, ifadələrdə bunu deyiblər. Onu kəsib tullayırlar Rusiyanı qorumaqdan ötürü. Bax, bu həqiqətən də ironiyadır. Sevinmək istəyirsən, amma faktiki olaraq rejim özü bunu bizə həqiqətləri bugün də göstərmir. Ona lazım olan şəkildə, lazım olan sözlərlə bu ifadələri bizə çatdırmaqdadır. Orada müstəqil jurnalistlər işləməlidir. Müstəqil hakimlər, müstəqil müstəntiqlər orada işləməlidir ki, həqiqətən də bu barmaqlıqlar arasında olan adamlardan ifadələr alınsın. Tamamilə doğru deyirsiniz Sevinç xanım. Yəni belə deyək də, şəxsən mənim özümü Azərbaycan adlı dövlət şərləyərək həbs elədi. Bəli, məni hakimiyyət həbs eləməyib, məni dövlət həbs eləyib. İstənilən məhkəmə qərar verəndə yuxarısında nə yazılır? Azərbaycan Respublikasının adından qərar verir. Yox, əgər deyəcəksiniz, yox, bu dövlət eləmirsə, niyə dövlət məni xilas eləmədi, çıxarmadı həbsxanadan? Bax ki, Rauf Daşdəmirov kiminsə pul verdilər ona ki, abidi tutdur. Apellyasiya niyə buraxmadı? Ali məhkəmə niyə buraxmadı? Sevinç xanım öz gözləri ilə görüb ki, siyahı nə qədər sayıq? Əli Əliyevdən başlayaq, Qubad İbadoğlu'nun adını çəkək, Rüfət Səfərovun, Asir Qasımlının bu efirdə vaxtı ilə çıxış eləmiş bir çox insanlar, Sevinç xanım, qonağınız olduğunuz olan bir çox insanlar şərlənərək həbs olunub. İndi Abid Qafarov dövlət tərəfindən şərləndiyi halda, Sevinç xanımın qonaqları dövlət tərəfindən şərlənərək həbs olunduğu halda ya, Sevinç xanım və yaxud da Abid Qafarov bu dövlətin bizə verdiyi informasiya ki, bunlar belə ifadə verib, biz necə inanıq? Siz inanarsınız Sevinç xanım? Həm özüm də inanmalım. Ona görə heç ciddiyə də almıram, heç maraqlanmıram da onlar nə dərəcəliyir, nə deyirlər. Niyə? Çünki zaten məni dəfələrlə anladım. O İngilis dilində bir məsəl var Sevinç xanım. You lied me once, shame on you. You lied me twice, shame on me. Deyir, əgər məni bir dəfə alladacaqsənsə, sənə ayıb olsun. Amma ikinci dəfə alladacaqsənsə, artıq mənə ayıb olsun ki, mən səni ikinci dəfə allanıram. Azərbaycan adlı dövlət mən bir dəfə alladıb həbs eləyib. Yəni, mən heç bir cinayət törətmədiyim halda, əksinə, normal dövlətdə tərtər işi kimi bir işi araşdıran jurnalistlərə mükafat verərlər. Hətta bəlkə də Nobel mükafatına lauriyat kimi verərlər ki, hərbi sahədə olan cinayəti araşdırmaq ən ağır araşdırmalardan biridir. Bəli. Amma neynədir? İlham Aslanoglu həbs olundu, Abid həbs olundu, Əvəz Zeynallı özü də Xanlar Vəliyev haqqında son çıxışı ki oldu. Bunlar Xanlar Vəliyev müraciət edib Ermənistan tərəfə ki, əlimizdə bir fakt varsa bizim əskərimizin keçib sizin əskər tərəfə seksual xidməti üzr istəyirəm ifadəmə görə göstərmək haqqında verin ki, canımızı qutarıq, göstərək ictimaiyyətə ki, bax belə bir fakt olub, ona görə insanlar işgəncə veriblər. Bu Əvəz Zeynallı bu faktı dilə götürdüyünə görə həbs olundu. Amma bugün nə baş verir? Nə baş verir? Xalq Xanlar Vəliyevin həbsini tələb eləyir. Fərqi yoxdur, istəyir sosial şəbəkələrdə və yaxud da o vaxt biz etiraz aksiyası eləyirik. Nə olsun indi 200-300 nəfərdən çox adam çıxmırdı. Qardaş, ölkədə süni şəkildə qorxu yaradıblar. İnsanlar ölüm qorxusu yaşayırlar. Dövlətin adını eşidəndə ki, məni öldürərlər. Belə dövlət olmaz. Valla mən Azərbaycanda otura-otura Ermənistan dövləti gəlib məni öldürər qorxusu yaşamırdım. Amma Azərbaycan dövləti məni gəlib öldürər qorxusu yaşayırdım. Sevinç xanım, siz Amerikada Ermənistan dövləti gəlib sizi öldürər qorxusu yaşayırsınız, yoxsa Azərbaycan dövləti gəlib sizi Amerikada öldürər qorxusu yaşayırsınız? Ancaq Azərbaycan. Bitti.
Sonra nə istəyirsiniz deyin, dövlət haqqında səlnamələr oxuyun, məndən bayatılar deyin, keçmir də bizə işləmir. Niyə? Bəli, Bir dəfə batarıq da balcığa, ikinci dəfə batmarıq ki. bəli. Bundan artıq necə izah eləyək? Hə, kimsə hesab eləyir ki, evində oturub, dövlət onu həbs eləmir. Bəlkə də günah bizdədir. Sən niyə danışırsan ki, sən həbs eləsinlər və s. və axır. Narahat olmayın. Tərtərdə anusuna armatur yeridilən insanlar da siyasətə qarışmırdı. Amma siyasət armatur şəklində gəldi, qarışdı onlara. Bəli. Narahat olmayın. Əvəz Zeynallı əgər bugün ölümə məhkum olunursa, Tofiq Yaqublu əgər bugün ölümə məhkum olunursa, sən məni izləyən İlham Əliyev hakimiyyəti üçün və vətəndaşına qarşı terror həyata keçirilən Azərbaycan dövləti üçün heç qarışqa qədər də döyürsən. Qarışqa belə döyürsən. Buyurun Sevinç xanım. Yox, bu sadəcə mənim yadıma düşdü ki, siz həbsdə olanda mən Kim TV'nin saytındakı sizin verilişlərinizə baxırdım və sizin araşdırmalarınız, sizin filminiz, bilmirəm, filmi deyək ona, proqramı deyək, onlar rastıma çıxdı. Onları nümayiş etdirdim bir neçə dəfə. Tərtər qurbanları ilə bağlı. Rayonları gəzirsiniz, siz və Kim TV'nin digər əməkdaşları. Elə onu sizdən soruşmaq istəyirdim. Yəni faktiki olaraq bilirsiniz, yəni orada mən sizi jurnalist kimi gördüm. Yəni bu artıq təmiz jurnalist işidir. Yəni tapmaq, göz şahidlərini danışdırmaq, evlərində söhbət etmək, tutuşdurmaq, nələr üst-üstə düşür, nələr fərqli və s. Aydındır ki, siz həbsdə olanda bunları sizdən soruşa bilmirdik. Sadəcə olaraq mən əslində o film yenə də yəqin ki, mən onu film desəm doğru olar, elə deyilmi? Məncə o filmdir, daha çox sənədli film. Onu izləyəndə yəni başa düşdüm ki, siz həqiqətən sizin təhlükəniz nə idi hakimiyyət üçün? Bilirsiniz, yəni bir var ki, deyirlər Tərtərdə kimsə nə bilim xəyanət edib. Bəlkə də oradan da xəyanət edib, bəlkə də oradan da erməni işləyib. Bir də var ki, əslində bunu məhkəmələr etməlidir, bunu jurnalist edir. Gedir, tapır və danışdırır ki, nə xəyanət, nə erməni işləmək. Bax, bu cür olub, bu cür mənə apardılar, bu cür bizə işgəncə verirlər. Həqiqətən də möhtəşəmdir. Mən sizinlə razıyam ki, bu filmin özünü, məsəl üçün, Azərbaycanda bir müstəntiq institutu olsa, prokurorluğu olsa, bunlar 1000 dəfə sizə təşəkkür edirlər ki, bizim görməli olduğumuz işi Abid Qafarov özü tək tənha, nə bilim 2-3 nəfər dostu ilə, həmkarı ilə bir yerdə gediblər, Kim TV'də çəkiblər və öz YouTube kanallarında bunu nümayiş elətdiriblər. Yeri gəlmişkən heç bir çox baxış da yox idi mən onları tapanda. Yəni öz kanalınız üçün çəkmisiniz, göstərmisiniz, bu bir tarixdir, öz vəzifə borcunuzu yerinə yetirmisiniz və buna görə yəni də mən sizi orada jurnalist adlandırıram da, müəllif olaraq sizin özünüzə həbsə atdılar. Sizin özünüzə gətirilən o oyunlar qalmadı. Siz orada bir kliniki ölüm yaşadınız həbsxanada. Ona görə bax, bugün sizin fikirlərinizi eşitmək istərdim o filmin ara ərsəyə gəlməsi ilə bağlı. Siz bu təhlükəni göz önünə alırdınızmı? Bilirdinizmi ki, necə ağır qiymət ödəməli ola bilərsiniz? Əlbəttə, yəni elə o biz araşdıranda, gedib tapanda biz sözün açığı indi burada salamlayıram İlham Asınoğlunu da, Hacı Ramini də, Qulam Hüseyni də, yəni ki, bir yerdə otururduq, fikirləşirdik, müzakirə edirdik ki, necə başlayıq, hardan başlayıq, hansı formatda olsun, nə cür olsun, hüquqi formatda biz apara bilərikmi və s. və axır. Və sonda qərarlaşdırdı ki, belə olsun ki, biz ancaq sual verək, suallar tərtib eləyək və yaxud da danışıqdan suallar verək. Bəzən məqsəd yönlü şəkildə sual verirdim. Misal üçün, sən orada generallardan kimi gördün? Qoy dili ilə düşün. Çünki insanın dili ilə deməyi, bilirsiniz də, bu Azərbaycanda axlokratik üsulla idarə etmə olduğuna görə, yəni idarə etmənin çox növləri Azərbaycanda tətbiq olunub. Mütləqiyyət var, yəni atadan oğula var. Kleptokratik idarə etmə var, yəni cinayət üzrə idarə etmə. Yəni hakimiyyət ancaq cinayət törədə dövlət idarə eləyir. Var. Axlokratik nədir? Deməli, bir xalqın, toplumun hüquq və qanundan cahil olmağından istifadə edib idarə eləyirsən. İnsanlara tez-tez belə bir şey. Gözünlə görmüsən, sən özün orada olmusan, insanlara armatlayıb. Yəni, bunların qarşısını almaq üçün biz belə bir pozisiya seçdik ki, biz sualları veririk, kim zərər çəkib, kimin başına gəlibsə, onlar dilləri ilə düşünlər. Ki, biz, mən neyim, adam başına bu işi götürmüşük. Niyə?
burada birincisi bu axlokritik idarə etmə faktorundan yayınmaq üçün ki, insanları manipulyasiya eləməsinlər, bunu aradan aparmaq istəyirik. İkincisi də sabah kimsə gəlib mənim xitləgimdən yapışanda ki, sən dövlətin əleyhinə iş aparırsan, sən heç bilirsən orada nə var deyəndə mən nə etmişəm və adam dedi ki, müsahibə vermək istəyirəm. Bəli. Açıb qoymuşam kamerayı. Niyə? Çünki biz başa düşürdük. Şəxsən mən başa düşürdüm ki, bu misal var idi, dostlar tanımasa da düşmən tanıyır məni. Mən başa düşürdüm ki, Yaxşı İlham məsəl. Əliyev hakimiyyəti, bəli, Əziz Əli ilə salamlandı, deyir, ən böyük zülm o vaxt olur ki, düşmən tanıyır, amma dost tanımır səni. Qalırsa tək düşməndən üzbəüz. Mən başa düşürdüm ki, hakimiyyət aradan aparmaq istəsə, məxsus olaraq məni aradan aparacaq ki, bütün işi saxlasın. O deməkdə görə işləyən ancaq abid idi. Yox, Əcramin də orada öz işi var idi. Siz kadrdaydınız həm də. Qulam Siz görsənirdiniz. Bölüşürdük də hərdən də, amma belə deyək də, söhbət bu aşağıdan yuxarıdan gəlmir. Yəni hakimiyyət əlavə yerə artıq yerə güllə atmaz, patron atmaz. Yəni Əli Əliyev qala-qala onun hansısa müavinini həbs eləməz. Bəli. Və yaxud da Tofiq Yaqublu qala-qala ki, daha çox etiraz aksiyalarına və daha çox radikal mövqeyə çıxır. Yəni o qala-qala belə də sakit, heç kimə deyib doluşmayan, radikal təklifləri olmayan, etiraz aksiyalarına can atmayan digər bir funksioneri həbs eləməz. Yəni bunu bilirdik, görürdük, ona görə də çalışırdıq maksimum ehtiyatla iş görək. Dəfələrlə bizə müraciət olunurdu ki, Kaspen İnformasiya Mərkəzi üçün bank hesabı açın, maliyyə yardımı eləyək. Yəni şuvalandan tərtərə maşın benzinsiz gəlmir, pulsuz da benzin yoxdur. Həmişə imtina edirdim. Niyə? Deyirdim ki, əgər biz hesab açsaq, hakimiyyət biləcək ki, Kaspen İnformasiya Mərkəzinin bu hesabı var. Babayev nənəsi erməni olub. Öz qohum əqrəbəsində birinə zəng vursalar ki, erməni bankından bax bu hesaba $5000 pul otur. Heç mənim xəbərim olmadan gəlib DTX aparıcıydı məni, ASTV-də göstərəcəkdilər ki, baxın, tərtər işini ermənilər maliyyələşdirir araşdırmasını. Görün hansı təzyiqlər, hansı təhlükə, hansı gərginliyin içində biz bu işi görmüşük. Nə? Yox, həqiqətən möhtəşəm işdir və bir tarixdir. Üstündən Sonra kitab yazmağı da qərara gəldim. Çünki hiss elədim ki, həbs eləyəcəklər. Bu İlham Asonoğlu ikinci dəfə həbs olunanda, yəni onun məhkəmə prosesi gələndə başa düşdüm ki, həbs oluna bilərəm. Ona görə oturdum 25 günə, yəni Ramazan ayı idi. Həmin kitabı Andaloniyanı yazdım ki, həyatda çünki ehtimal verirdim ki, artıq hakimiyyət elə hər şey ola bilər. Yox, hiss olunurdu ki, getdikcə vəhşiləşəcək. Baxın, sözə görə həbs olmaq özü partiya sədrini Əli Əliyevdən sonra mən dostlara dedim ki, əgər bir partiya sədri sözə görə həbs olunursa, bizi bu mətbəxdə pizzanın üstünə tökmək üçün pendiri sütgəcdən keçirdərlər. Bax, bu cürlə çorkadan keçirdi məhv eləyərlər. Ona görə... Yəni, Əli Əliyevin həbsi bir turning point deyirlər ingiliscə, dönüş nöqtəsidir. Dönüş nöqtəsi oldu. Əli Əliyevin həbsi həqiqətən bir president, bir dönüş nöqtəsi olmalıydı ki, biz toparlanaq, birləşək, nəsə bir platforma yaradaq. Mən o çağırışları edirdim hər halda. Mənim öz vicdanım qarşısında, necə deyərlər, vicdanım təmizdir, çünki mən bunu vaxtında etmişəm, mən bunu görürdüm, amma eyni zamanda deyirdim də ki, bu məqamdır, vəssalam. Hamınıza gələcək, vəziyyət çox və baxın nələr oldu. Partiyaları sıfır etdilər. O zaman partiya var idi. O zaman partiya demirdilər ki, gəl üzvlərinin siyahısını bizə təqdim et. De görək sən neçə üzvü var, onlar hansı evdə evlərinin ünvanını ver, telefon nömrəsini var, e-mailini ver. Yəni baxın partiyaları nə günə qoydular ki, özləri öz əli ilə gedib təqdim etməli, təhvil verməli oldular öz əməkdaşları, öz tərəfdarlarının. Yəni bu çox böyük bir hadisədir. Və o zaman mən əminəm ki, yəni Əli Əliyev də bizim çağırışlarımız eşidilsəydi, biz topa tüfəngə tutulmasaydıq. Yəni məsəl üçün mən jurnalistəm, mənim heç bir marağım yoxdur ki, hansı siyasi partiyanın nüfuzu olacaq, hansı hakimiyyətə gələcək. Fərq etməz. Mən onda da jurnalist olacağam, indi də jurnalist olacağam. Abid Qafarov üçün fərq etməz. O da siyasətçi deyil, deyildi hər halda o zaman. Kim TV-də idi siz o zaman? Və baxın, bu çağırışlar eşidilmədi, bizə hücumlar oldu, Alex Raufoğlu'ya hücumlar oldu. Alex Raufoğlu, yəni Azərbaycanın bir nömrəli jurnalistidir də, yəni adam Ağ Evdə, Dövlət Departamentində. Ona deyirdilər ki, gəl
bizi bəyənmirsən, gəl Azərbaycanda müxalifət partiyası yarat, sən müxalifət ol. Yəni bunlar baş verməsə, kaş ki baş verməyəydi. Həqiqətən də biz Əli Əliyevin o həbsində yumruğu hamımız bir nöqtəyə vursaydıq, hamımız bir yumruq olaraq birləşə bilsəydik, böyüyə bilsəydik, bizdə isə əks proses getdi. Biz zəifləyə parçalana getdik, parçalandıq. Yəni o parçalanmanın elə mən hesab edirəm ki, birinci mərhələsi Osman qızı kanalına olan hücumlar oldu ki, Osman qızı göz satılıb, bu kanala baxmayın, onu boykot edin və s. və gedirlər və baxın üstündən neçə il keçib, 4 il keçib, neçə il keçib. Yəni hər şey öz yerini tutdu da, məlum oldu ki, Osman qızı kanalı var, davam edir. Demək ki, onlar hamısı böhtan idi. O böhtanlar hardan gəlirdi, kimdən qaynaqlanırdı və s. Və baxın necə parçalanma getdi, necə cılızlaşma getdi. Məcbur etdilər ki, artıq partiyalar qeydiyyatdan keçməlidir. Biz verəcəyik sizə vəsiqəni ki, sən ana müxalifətsən, sən bala müxalifətsən, sən bacı müxalifətsən və s. belə. Və baxın, bugün artıq 4 dəfə artıb. 100 siyasi məhbusa var idi, 100-dən az idi. 400-ə yaxınlaşmışıq. Rəsmən bu bizim siyasi məhbuslarımız, vicdan məhbuslarımız. Yəni təəssüf ki, bu ibrət dərsləri öyrənilmir. Başa düşürsünüzmü? Bax, bəla burasındadır. Mən sizdən bir şey də soruşmaq istəyirəm, Abid bəy. Olarmı? Buyurun. Siz Buyurun. neçə aydır indi artıq Almaniyadasınız? Almaniyada 1 il 3 aydır. 1 il 3 aydır. Bəli. Biraz əvvəl biz Sevinç Sadıqova ilə danışırdıq ki, onlar Fransadadırlar. Fransada necədir? Necədir bu 1 il 3 ay ərzində? Artıq Avropa Məhkəməsinin qərarı onları 3-cü ölkəyə təhvil vermək üçün də icra olunub. Artıq Fransadadırlar. Əfqan Sadıqlı da Fransadadır. Yəni Yox, ailəsi. Ha, tamam. Onu dəqiqləşdirmək istəyirəm. Əfqan Sadıqlı Gürcüstandadır. Almaniya deyəndə normal dövlət kimi, yəni kitablarda yazılan, Azərbaycan konstitusiyasında bəlkə tərif olunan bir dövlət kimi dövlət. Dağılan Almaniyadasınız. Dağılan Almaniya. Yəni belə deyək də düzdür. Doğrudan dağılır Abid bəy. Hə, vəhşicəsinə. Çox tez bu məsələyə toxunmağı xoşlamıram. Amma Azərbaycan hakimiyyəti insanlarla, yəni siyasi fəallarla qarşı mübarizəni fərdi və şəxsi müstəvidə aparır. Yəni Abid Qafarov tutaq ki, bunların xoşuna gəlmədi. İndi Diclə tez-tez özündən misal çəkir. Niyə? İvandan, Andreydən misal çəkəndə də hərəsi bir vedri qoşur ki, filan sözü niyə istifadə elədi? Abid Qafarovu əgər xoşuna gəlmirsə, sən həbsə atırsansa, bəs onu niyə 16 il işlədiyi bir şirkətindən işdən çıxartdırırsan? Niyə? Bəs onun övladlarına niyə sosial təminat vermirsən ki, uşaqlar bir qarın çörəyə möhtac olmasınlar. Baxın, maraqlısı nədir? İnsanları şərləyirlər, həbs eləyirlər. Siz bunları 357, 420, əzizlərcə, siz bura sadəcə bir insan sayı kimi baxmayın. Hər həbs olunan insanın arxasında başsız qalan və bir faciəvi bir duruma düşən ailələr var. Yəni minlərlə Azərbaycan ailəsi bugün məhv olma təhlükəsi ilə üz-üzədir ki, niyə atanı şəhərləyib, həbs eləyiblər, balalar qalıb ortada, dövlət sahib çıxmır. Amma nə mən, nə mənim övladlarım Almaniya vətəndaşıdır. Bu yaşa çatmışam, bir qəpik belə Almaniyanın büdcəsinə vergi kimi pul ödəməmişəm. Yəni heç bir Alman milləti də deyirik. Heç nə. Gəlmişəm, Türkəm, Azərbaycan vətəndaşıyam. Fərqi yoxdur burada. Əfqanistandan da gələnlər, bilməm, Türkiyədən gələn olsun, Suriyadan, İrandan, hardan istəyirsən, Rusiyadan gəlirlər bura. Deyirlər ki, bizim həyatı təhlükəmiz var. Misal üçün, kimsə müharibədən qaçır, kimsə kasıbçılıqdan qaçır və s. Dövlət dərhal sahib çıxır, uşaq pulu da verir. Ki, mənim uşaqlarım Alman vətəndaşı deyil. Nə qədərdir uşaq pulunuz? 300 evro civarında hər uşaq üçün. Hər uşaq üçün 300 avro. Bəli, 300 avro. Deməyim nədir burada? Yüksəkdir deməli. Dövlət elə olur da. Bəli. Yəni siz neçə uşağınız? 4 uşağınız var da? 4 uşaq bəli. Maşallah, Allah bərəkət etsin. 1200 avro ancaq uşaq pulu. Yoxsa mən şərliyirlər, həbs eləyirlər. Mən özüm məqsəd yönlü şəkildə deyirəm öz övladlarıma ki, gedin dost xidmətinə deyin ki, bax, yeganə pul qazanan atamız idi, bunu şəhərlədiniz, həbs elədiniz, əyb yox. İndi bizə zəhmət olmasa, minimum istehlak zəmbilinin məbləğini ödeyin ki, biz yaşaya bilək. Dost
dövlət təşkilatıdır. Yəni dövlətin simasıdır özü. Bəli. Və əgər orada mənim övladıma deyilirsə ki, ya atovun ağlı olaydı, tutulmayaydı. Mən Azərbaycan dövlətinə faktiki indikindən söhbət gedir. İndiki dövlət də öyle. Nəcasətdir, bataqlıqdır. Adına nə istəyirsiniz qoyun. Dövlət Bəli. belə olmur ki. Bəli. Mən onu niyə sevməliyəm, niyə hörmət eləməliyəm? Amma Mən mən öldürməyi xatırlayıram. qarşısına məqsəd qoydu. Klinik ölüm keçirdim. Səhərsi gün məni sən niyə ictimailəşdirmisən deyə aparıb cəza çəkmə müəssisəsinə tolladılar. Müalicəsiz, heç nəsiz. Opşizona get barakda. Mən niyə görə xəstələndim, düşdüm bu müalicə mərkəzinə, bu klinik ölümü. Mənim qızdırmalı olduğum halda 3 sutka səhər tezdən o qalx komandasından sonra çıxartdılar bayıra, otağı, kameranı, barakı qıfılladılar ki, qal bayırda soğuqda, noyabr ayının axırı idi, dekabrın əvvəli. 38 oldu, birinci gün 38, səhərsi gün oldu 39, öbürsü gün oldu 40. Və sudurğalar başladı, ona görə apardılar müalicə mərkəzinə. Başım işgəncə deyəndə bəyəm mütləq mənim dırnağımı çəkməlidirlər, mütləq dişimi çəkməlidirlər, toka verməlidirlər. Bəyəm bu işgəncə deyil. Əlbəttə, qeyri-insani rəftar. 1050 nəfərlik dustağı, Əli Əliyev deyirdi ki, cəza çəkmə müəssisəsi, həbsxana dirilərin qəbristanlığıdır. Niyə deyirdi bunu? 1050 nəfər kişi həbsdə olduğu bir müəssisədə 11 tualet var və o tualet aylardır su üzü görmür. Havada sallanıb qalmış sidik turşusu. İçəri girən kimi adamın gözlərindən, bütün bu göz yaşı vəzlərindən su süzülür. Nəfəs klapanı bağlanır ki, nəfəs alma. Ciyərlər bu havanı eşitmək istəmir. Çünki nədən danışırsınız? Oturub burada bəzi özünü tanımayanlar, atasının verdiyi adı ilə qeydiyyatdan keçməyə şərəfi, qeyrəti, cəsarəti olmayanlar filan kəs belə dedi, filan kəs belə elədi. Sən gəl mənim elədiyimi, Sevinç xanımın elədiyini 10%-ni elə, bizim yaşadıqlarımızın bir 5%-ni yaşa, gəl qoşul kişilər cərgəsinə. Kişi deyəndə burada söhbət cinsdən getmir. Bəli. Bu boyda prosesdə sonra deyirlər ki, niyə belə mövqe sərgiləyirsən dövlətə qarşı? Dövlət deyir axı bu. Bu necə dövlətdir ki? Dövlət işğal olunub da, dövlətdən dövlət qalmayıb bax. Əvəz Zeynallını həbs elədilər. Bu övladlarının universitet pulu ki, evdən tapılmışdı. Onu da müsadirə elədilər. Amma bu necə dövlətdir ki, öz vətəndaşı gedir xarici ölkədə təhsil alacaq, kadr kimi yetişdirəcək. Bunu maliyyələşdirməkdənsə, pul buraxmaqdansa, əzizləyib saxlamaqdansa ki, o oxuyandan sonra qayıtsın dövləti xeyirli olsun, sən onun təhsil pulunu əl qoyursan. Belə dövlət olar. And ola Allaha, Ermənistan dövləti heç Əvəz Zeynallıya o boyda iş vurmamışdı ki, Azərbaycan adlı 3 rəngli bayrağı altında o işi gördü. Mən heç Ermənistan dövləti o pisliyi eləməmişdi ki, 3 rəngli bayrağın altında Azərbaycan dövləti o pislikləri elədi. İlham Aslıoğlu bu günə qədər sağlamlığını qaydaya sala bilmir. Bu öldürdülər bizi içəridə də. Ölmək də o deyir ki, hələ sən adını bir dənə A4-də yazırlar ki, filan vaxtda bioloji ölüm həkimlər tərəfindən qeydə alındı, qoydular bir dənə şeyə, bu sinkdən konserva kimi svarkaladılar, götürüb verdilər ki, aparginə dəfnəliginə ölmək tək o deyir ki, İlham Aslıoğlu çıxıb sağlamlığını qaydaya sala bilmir. Spağanı öldürdün, gəl boşluğa çördün, qoydun. Fərqi nədir? 16 illik BP-dən işdən çıxartdın məni, klinik ölüm keçirmişəm. Bu günə qədər sağ qulağımda küy var. Çünki geriyə dönüşü olmayan bir şey baş verib orada. Fəsad baş verib. Yaxşı, vacib elə başıma güllə çaxıb öldürməlisən. İşdən çıxartdın, qoydun mən 5 manatlıq çörəyə möhtac. Mən Azərbaycanda qalsaydım 3 aydan sonra, 2 aydan sonra nə ilə dolanacaqdım? Məni heç karyerdə daş atmaq işinə də götürməyəcəkdilər ki, bu siyasi məhbus olubsa, buna görə gəlib bizi də incitərlər. Yaxşı, Əvəz Zeynallıdır, İlham Aslıoğlulardır, Tofiq Yağublardır, Qubad İbadoğlulardır. Heç özümə elə bu cərgəyə qoşmuram. Və bu yetimlər yaxşı mənada neynəmələdilər? Necə eləsinlər? Vətən tək bunlarındır. Sən vətənin də görə izləyici. Bu olmaz ki. Getdi başda əjdahanın qarşısında bir insanı tək buraxa bilməzsən. Belə yanaşma olur və İlham Əliyev hakimiyyəti məxsus olaraq biz hələ 90-cı illərin əvvəllərində bu Əliyev hakimiyyəti balaca bir kərtəngələ idi. Onda onun başına ezmək olardı. Müxtəlif priyomlarla, Amon hadisəsi, sürətin belə falan, müxtəlif siyasi gedişatlarla elə manipulyasiya elədik. Amma 2003-cü ildə kərtəngələ kimi də olmasaydı, timsah boyda da olsaydı,
biz yenə də başını əzə bilərdik. İndi gəlib olub getdi başda əjdaha. Qılıncının sağı da kesir, solu da kesir. Neftin qazın puludur da onu əjdahalaşdıran. Bəli, Əslində bilirsiniz, bəli. yəni onun içərisi də havadır. Yəni o əjdahalaşıb, o silahlanıb və s. amma içi boş da havadır. Yəni görürsüz də biraz neftin qiyməti biraz büdrəyən kimi bunlar necə vəlvələ içərisindədirlər. İndi tamam kollapsa getsə, ümumiyyətlə düşsə 20 dollara ki, necə bunu Goldman Sachs proqnoz edirdi ki, 2025-ci ildə neftin qiyməti 20 dollara düşə bilər. Bunların canı getdi. Yəni məsələnin yaxşı tərəfi budur. Yəni özümüzü qorxutmayaq, çünki içərisi doğrudan da havadır. Yəni böyle bir iqtisadiyyat yarada bilməyiblər ki, bir texnologiya yarada bilmirlər, nəsə eksport etmirlər ki, ona görə desinlər ki, yox, biz buna görə qalacaq. Bunlar xam neftin və xam qazın puludur. Onun da qiyməti belə də kimə nə lazım oldu, istənilən vaxt qaldır, istənilən vaxt. Həmişəlik deyil ki, tükənəcək də. Sonra nənlə verəcəksən sən bu maaşları? Nənlə verəcəksən sən bu təqaüdü? Sən bölmüsən bütün iqtisadiyyatı qoymusan cibinə, orada azad liberal market yoxdur və salam. Ona görə yəni deyir bu məsələnin bu tərəfi də var. Bir şey də soruşmaq istəyirəm sizdən Abid bəy. Alman dilini öyrənirsiniz? Hələ yox, çünki bu intervyuda Uşaqlar necə? Uşaqlar əlbəttə öyrənir. Öyrənir. Mən özüm indi öz fəaliyyət səviyyəsində eləyirik, amma kurslar əslində bizə, şəxsən mənə ki, təhdidlər ki olmuşdu. Bu yüzdən çox səfər eləməyə icazə vermir polislər ki, çalışın öz qaldığınız şəhərdə tapın kurs və s. Biraz o cəhətdən problem var, amma ki, əlbəttə ki, öhdəsindən gələcək. Almaniyada dövlət dili Alman dilidir, amma statistikaya görə Hollandiyadan sonra ikinci Avropa ölkəsidir ki, indi İngiltərəni, İrlandiyanı saymırıq da. İkinci Avropa ölkəsidir ki, əhalisinin çox hissəsi ingilis dilində danışır. Düşünürəm ki, bu baxmayaraq Cavabınızı sudan çıxarırsınız hələ ki. Onun təhlükəsi var. Gərək öyrənəsiniz. Mütləq.